Dünyanın ən güclü 5 iti. 5-ci yer İngilis mastifi. Bu nəhəng itlər 100 kilodan artıq çəkiləri ilə böyük əzələyə malikdirlər. Onlar tarixi dövrlərdə qalaları qorumaq üçün istifadə olunurdular. 4-cü yer Mərkəzi Asiya çoban iti, yəni alabay. Onlar sürüləri qorumaq üçün yetişdiriliblər və hətta qurdlarla belə döyüşə biləcək qədər güclüdürlər. 3-cü yer Türk kanqalı. Onun çənə gücü 700 psi-dan çoxdur. Bu da onun dünyanın ən güclü çənəyə sahib itlərindən biri olduğunu göstərir. Kanqal sürüləri qurd və ayılardan qoruyur. 2-ci yer Rottweiler. Bu itlər öz qüdrətli əzələləri ilə tanınırlar və tarixi dövrlərdə yük daşımaq və döyüşlərdə iştirak etmək üçün istifadə olunurdular. 1-ci yer Saint Bernard. Bu nəhəng itlər dağ xilasediciləri kimi məşhurdurlar. Onlar qar altında qalan insanları tapmaq və ağır şərtlərdə böyük yük daşımaq üçün istifadə olunurlar. Bəs sən bu itlərdən hansını seçərdin? Dostlar, əgər videonu bəyəndinizsə kanalımıza abunə olmağı, videoya like atmağı və öz dəyərli fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.